Bir də insanlar çox təəssüflər olsun ki, əlavə təzə bir xəstəliyə yoluxublar. Hamının bildiyi telefon xəstəliyidir, televizor xəstəliyidir. Telefon sinəsində yatır, əlində yatır. Sən gecə gündüz yatan, gecə saat 2-də müharibəyə baxırsansa, kiminsə kimin qətlə yetirdiyinə baxırsansa, faciələrə baxırsansa, sən gecə səhərə qədər o yuxu səni qoymaz, rahatçılıq qoymaz. Siz bilirsiniz ki, hadisələr insanın xoşbəxtliyi odur ki, yatanda erkən yatır və orada xoşbəxtlik hormonu ifraz olunur. Yox, sən gərginliyə, hadisələrə baxanda onda kortizol hormonu artır. Kortizol hormonu nədir? Ürək döngüsünü artırır, yuxunu qaçırır və dediyim kimi bütün orqanların sistemi pozulur. Dincələsi orqanların sistemi pozulur. Səhər durursan, elə bil yatmamısan. Onsuz da gec yatırsan. İş qabiliyyətin gedir, sağlamlığın gedir.